Zamanla yarışan yeganə varlıq olan kitab hər səhifəsində keçmişin izlərini, gələcəyin ümidlərini daşıyır. Hər bir cümlə yazıldığı dövrün ruhunu özündə yaşadır. Bakı Expo mərkəzində keçirilən regionun ən böyük kitab bayramı da bu ruhların canlandığı günlərdən biridir. 7 günlük müddətdə Bakı mədəniyyətin, tarixin və texnologiyanın qovuşduğu möcüzəli bir məkana çevrilir. Kitabların və sözün gücünü daha geniş üfüqlərə daşıyan sərginin 3-cü günündə Azərbaycan və fəxri qonaq olan Qətərin mədəniyyət nazirləri iştirak etdi. Sərgidə keçirilən hər bir təqdimatsa əslində qəlbə toxunan bir səyahətdir. Təqdimat mərasimi keçirilən Elçin Əhmədovun Şuşa tarixi mədəni irs əsəridə Qarabağın tacı sayılan Şuşanın həm tarixi, həm də mədəni zənginliklərini bir yerə gətirən bir daş kitabə kimidir. Regionlardan da kitab sərgisinə qatılanlar var və onlar bu sərgidə ilk dəfə iştirak edirlər. Bu isə tədbirə əlavə rəng qatır və bölgələrin ədəbi həyatını tanıtmaq üçün çox gözəl bir imkandır. Mingəçevir Dövlət Universiteti yəni Expo mərkəzdə ilk dəfədir sərgilərini nümayiş elətdirir və düşünürük ki, bu bizim yəni Mingəçevir Dövlət Universitetinin böyük bir uğurudur. Mingəçevir Dövlət Universiteti bu sərgidə iştiraka görə 4 layihə ilə gəlib və hər biri də bir-birindən öz xüsusi özəllikləri ilə seçilir. Sərgi həm də zəngin təcrübə təqdim edir. Burada interaktiv fəaliyyətlər və oyunlar vasitəsilə hər bir ziyarətçi öz təxəyyülünə uyğun bir dünyada səyahət edir. Sərgi çərçivəsində öz stendi ilə iştirak edən Uşaq İncəsənət Festivalı gələcəyin sənətkarlarını bu məkanda qarşılayır. Yaradıcı gənclərimiz uşaq və yeniyetmə üçün nəzərdə tutulmuşdur. Gördüyünüz kimi burada stendimiz var. Burada olan uşaqlar gəlib rəsm çəkirlər, yaddaş oyunlarından oynayırlar. Kitab burada var, mən oxumuşdum, çox qəşəngdir. Onlar da var, oynamışdım qızlarla. Çox maraqlı sərgidir, çox maraqlı kitablar var, kitablar aldıq. Uşaqlarla bəzi kitablara baxdıq. Bədii təxəyyüllərin sərhədsiz olduğu sərgidə kitablar, oyunlar, rənglər, musiqilər arasında sərhədsiz bir əlaqə qurulur və hər yaşdan insan bu təcrübəyə qoşulur. Bu sərgi bizə oxuculara sevdiyimiz yazarlarla yaxından tanış olmaq, həmçinin onların imzası olan kitabları əldə etməyə fürsəti yaratmış olur. Hər bir gənc üçün, tələbə üçün çox maraqlı bir şəkildə keçdi. Burada mənə kitab da hədiyyə etdilər. Məncə hər kəs gəlib burada bitənə qədər, mən bilən 7 oktyabrda bitir artıq sərgi. 7 oktyabra qədər gəlib görsə çox maraqlı olar. Digər mədəniyyətlərin kitabları ilə də tanış olmaq istəyirəm. Hansı ki, satışda bunları əldə etmək qeyri-mümkündür. Burada isə bizim üçün bu proses daha da əlçatandır və asanlıqla istədiyimiz kitabı alıb əldə edə bilirik, oxuya bilirik. 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi kitabların səhifələrlə yanaşı gələcəyin texnologiyasında da öz həyatını davam etdirdiyini göstərir. Bu görüş keçmişin əfsanələri ilə gələcəyin təklifləri arasında böyük bir körpüdür. Arzu Yusif, Elçin Tağıyev, Sevgi Əlizadə, Mədəniyyət Xəbərləri.